Hə Osman, sən normalde prank hazırlayırsan. Prankla daim müəllim. Birinci deyil, sonra seçəydi. Ya, sən özün elə həmin o hadisəni videonun içində görəcəksən. Götür bunu çıxart çölə, izah edeyim izləyicilərə. Çıxart çölə. Hə, uşaqlar, deməli burada söhbət nədir? Bax, əlimdə gördüyünüz su tapancası, həmin bunun bu hissəsi ki var, bura basanda bu hissədən özünə doğru bax su vurur, gördüyünüz kimi. Amma burada bu yuxarıdan vuranda isə buradan vurur suyu, yəni ki qabağa bu hissədə. İndi Osmanı çağıracağıq, Osmana bir allatma eləyəcəyik və Osman görək indi ağlını işlədi, bunu mu basacaq yoxsa özünü sulayacaqmı? Get çağır Osmanı, gəl. Osman gəl. Bax, qulaq as mənə, diqqətlə qulaq as. Gördüyün kimi bu su tapancasıdır. Bu su tapancasını mən əlimi tutacam bu vəziyyətdə, mənlə qarşı-qarşıya duracaqsan. Bax, bu vəziyyətdə iki əllə də tutub, dəqiq nişan alacaqsan. Görüm, əlvin titrəməsi var yoxsa yox. Yaxşı, tut, ehtiyatlı ol, su aşar. Gözlə. Diqqət, dayan, nə? Gözlə, aş, sağ ol. Əgər suyu mənim hər hansısa bir yerimə vursan, məndən incimə. Sonra sən başımı oynatacam. Ona görə düz toçqaya vurma. Əlcəyə vurma. Aşsa, düz əlcəyə. Qaldır biraz. Qaldır. Aş, sağ ol. Yo, ortala da ortala. Sifətvə ortala. Nə atır mənim? Yo, gözlə bir də. Baba, aş, sağ ol. Qoy, görünsün. Hazırsan? Bəli. 3 dəfə sürətli şəkildə vuracaqsan. Hazır? 2, 3.